Yeni il, yeni bir mən düşüncəsi insanları nə üçün yorur? Gəlin bugün yeni il psixologiyasından danışaq. Yeni il yaxınlaşdıqca insanlarda iki əsas hiss ortaya çıxır. Gələcəyə bağlı ümid, eyni zamanda da həyəcan və təşviş. Çünki insanlar ilin təzələnməsini yeni bir başlanğıc kimi qəbul edir və düşünür ki, tarixdən etibarən həyatlarında bir çox şey dəyişməlidir. Bayram günlərindəki şən əhval ruhiyyə, motivasiyanı artırır və gözəl planlar, yeni hədəflər müəyyən etməyimizə kömək olur. Lakin bayram bitdikdən sonra bu əhval ruhiyyə müəyyən qədər azalır, motivasiya azlığı yaşayırıq. Sosial mediada insanların hədəflərinə, məqsədlərinə doğru necə irəlilədiyini gördükdə isə özümüzü yetərsiz və bacarıqsız kimi qiymətləndiririk. Araşdırmalar göstərir ki, təzə ildə özünə böyük hədəflər qoyan insanların 80%-dən çoxu bu planlarını sadəcə yanvar ayının ilk həftələrində icra edə bilirlər. Daha sonra isə əvvəlki həyat rutinlərinə geri qayıdırlar. Əgər sən də bu problemi yaşamaq istəmirsən, motivasiya ilə yox, disiplinlə hərəkət etmək istəyirsənsə, növbəti videonu mütləq izlə.